Lutrix yosununda cinsi çoxalma prosesinə baxaq. Yosunun çoxalması üçün 2 fərd lazımdır və fərdlər əlverişsiz şəraitdə qametlər əmələ gətirirlər. Qametlər cüt-cüt birləşir, bir ədəd ziqot əmələ gəlir. Ziqotdan 4 qamçısı spor, hər qamçısı spordan da bir ədəd yetkin fərd inkişaf edir. Deməli, Lutrixin cinsi çoxalma prosesini belə qısa qeyd etmişəm. 2 qamet, 1 ziqot, 4 qamçısı spor, 4 Lutrix. Və deməli, qametlərdən ziqotun əmələ gəlməsi əlverişsiz şəraitdə olur. Ziqotdan qamçısı sporların yetkin fərdin əmələ gəlməsi isə əlverişsiz şəraitdə baş verir. Deməli, 2 qamet, 1 ziqot, 4 qamçısı spor, 4 yetkin fərd. Məsələlərdə belə verilə bilər. Məsələn, 5 ziqotun əmələ gəlməsi üçün neçə qamet lazımdır? Onda qeyd edəcəyik. 5 ziqotun əmələ gəlməsi üçün 10 qamet. Neçə qamçısı spor əmələ gələr? 20 qamçısı spor əmələ gələr. Neçə yetkin fərd əmələ gələr? 20 yetkin fərd əmələ gələr. Məsələləri bu şəkildə tənasüb quraraq asan yolla həll edə bilərsiniz.